Əziz tələbələr, mən sizin üçün burada balaca bir mətin yazdım və mətnin içərisində istifadə etdiyim sözləri buraya qeyd etdim. Və hər bir sözün həm tələffüzünü, həm tərcüməsini və fe'llərin də şəxsə görə dəyişmələrini buraya qeyd etdim. İlk növbədə sizə mən fe'llərin şəxsə görə dəyişməyini izah eləyəcəm. Yəni bu video bildiyiniz sıfırdan ilk dərsdir. Oxunuşu, yəni necə deyərək, tələffüzü bilən tələbələr üçün cümlə sırasını və fe'llərin şəxsə görə dəyişmə qaydasını izah eləyəcəm və burada yazdığımız sözlərdən biz başlayacağıq. Alman dilində 1, 2, 3, 4, 5, 6 sözdən, cümlədən ibarət biz nə edəcəyik? Özümüzü təsvir edəcəyik. Gəlin başlayaq. İlk növbədə gəlin sizlər üçün, məsəl üçün buradan bir dənə fe'l götürək, leben fe'lini. Leben yaşamaq deməkdir, əziz tələbələr, və burada mən fikir verirsə, lebeni şəxsə görə dəyişmişəm. Alman dilində şəxs əvəzlikləri var. Ich, mən, du, sən, er, sie, es, o. Er kişi cinsində odur, sie qadın cinsində odur, es də orta cinsdə odur. Wir, biz, iya, sizlər, böyük hərflə yazılan zi, hörmət əlaməti sizi göstərir, balaca hərflə yazılan zi də onları göstərir. Leben qaydalı fe'ldir və biz lebeni mən yaşayıram, sən yaşayırsan, o yaşayır deyə şəxsə görə dəyişəcəyik. Ich lebe, görürsünüz ki, biz fe'lin kökünü lebi götürürük və kökün sonuna e'ni artırırıq. İhin şəxs sonuğu e'dir. Ich lebe, du lebst, sıtı verdik. Z'sin hər üçündə t'dir. Lebt. Wir özünə qaydıq. Leben, ihr lebt, sie leben. Təkrarlayıram. Ich lebe, du lebst. Sie es lebt, wir leben. Ihr lebt, sie leben oldu. Gəlin indi isə biz sizə arbeiten və heißen fe'lindəki dəyişik necə olur, dəyişim necə olur, onu birlikdə öyrənək. Nəzərinizə çatdırım ki, bu fe'llərin köklərində şəxsə görə dəyişərkən dəyişiklik olur. Kökü t ilə bitəndə şəxsə görə necə dəyişir, onları birlikdə öyrənək. Nümunə olaraq mən sizə burada arbeiten fe'lini vermişəm. Arbeiten fe'li işləmək deməkdir və qaydaya əsasən, əgər fe'lin kökü n-ə qədər olan isə t ilə bitirsə, du-da, z'də, bir də iya-da fe'lin kökünə e-ni əlavə edirik. Gəlin oxuyaq. Ich arbeite, du arbeitest, sie es arbeitet, wir arbeiten, ihr arbeitet, sie arbeiten. Ich arbeite, du arbeitest, sie es arbeitet, wir arbeiten, ihr arbeitet, sie arbeiten. Növbəti fe'limiz isə heißen fe'ldir. İndi isə heißen fe'lin kökündə hansı dəyişiklik olur? Gəlin onları birlikdə öyrənək. Növbəti fe'limiz isə heißen fe'lidir. Heißen, baxın bura qeyd etmişəm, adlandırılmaq deməkdir və fe'lin kökü heißdir və fe'lin kökündə st hərfi var. Siz bilirsiniz ki, biz bu hərfi b oxşayan hərfi biz iki qoşası ilə əvəz edə bilirik. Gəlin baxaq. Ich heiße, du heißt. Normalda bilirik ki, du da şəxs sonluğunda st verilir, ancaq fe'lin kökü st ilə bitdiyi zaman biz burada s vermirik. Yalnız t əlavə edirsiniz. Du heißt. Sie es heißt, eyni olur. Wir heißen, ihr heißt, sie heißen. Təkrarlayaq. Ich heiße, du heißt, sie es heißt, wir heißen, ihr heißt, sie heißen. Sein və haben fe'lləri ikisi də ən çox istifadə edilən fe'llərdən biridir. Sein olmaq deməkdir, haben isə sahib olmaq deməkdir. Sein şəxsə görə dəyişəndə kökdən dəyişir. Ich bin, du bist, sie es ist, wir sind, ihr seid, sie sind. Haben isə ich habe, du hast, sie es hat, wir haben, ihr habt, sie haben. Bu iki fe'llər yenə nəzərinizə çatdırım ki, ən çox istifadə edilən fe'llərdən biridir. Növbəti common gəlmək fe'lidir. By, da yanındadır. Aynen bir deməkdir. Kişi cinsindədir və akusativə görə dəyişdiyi üçün biz aynen demişik. Freund, dost deməkdir. Biz oğlan dostu nəzərdə tutmuşuq burada. Əgər Freund'un sonuna in artırsaq, bu qadın dostu olacaq. Altı yaş deməkdir. Aus da dandan deməkdir. Sözünüdür. Və növbəti ya, il deməkdir. Yağı, illər deməkdir. Heißen yenə dediyim kimi adlandırılmaq, leben yaşamaq, arbeiten işləmək, haben sahib olmaq, sein da olmaq deməkdir. Gəlin isə biz sizlərlə burada yazılan sözlərdən istifadə edərək mətni oxuyaq və
qısa cümlələrlə özümüzü təsvir edək. İndi isə gəlin biz sizlərlə mətnin əsasında özümüzü təsvir edək. Birinci sözümüz hello. Hello salam deməkdir. Ich heiße Maya Kamiza. Mənim adım Maya Kamizadır. Ich bin 29 Jahre alt. Mənim 29 yaşım var. Bin orada zayında olmaq feili. Jahre da illər deməkdir. Alt da yaş deməkdir. Feil də gördüyünüz kimi ikinci yerdə gəldi. Ich lebe in Berlin. Mən Berlində yaşayıram. Ich komme aus Hamburg. Mən Hamburgdanam. Normalda kommen gəlmək deməkdir. Aus'tandandır. Hardan olduğunuzu demək istəyirsinizsə ich komme aus Hamburg deyirsiniz. Ich arbeite bei Garibaldi. Bei burada dade yanında deməkdir. Arbeiten işləmək deməkdir və siz bildirirsiniz ki, bu cümlədə mən Garibaldi'də işləyirəm. Ich habe einen Freund və siz bir dosta sahib olduğunuzu bildirmək istəyirsinizsə biz burada haben feilindən istifadə edirik. Einen bir deməkdir. Freund, der Freund olduğu üçün haben özündən sonra akusativ tələb etdiyi üçün biz burada ich habe einen Freund deyirik.